Çox sevinirəm ki, Barcelona Rodri kimi bir oyunçunu transfer etdi. Etiraz edənlər var. Onun 30 yaşı var. O xroniki zədəlidir. Onun dizində problemlər var. Razıyam. Bu yana da razıyam. Gəlin danmayaq. Amma Rodri Barcelona'ya doğrudan da lazım idi. Sizə sual vermək istəyirəm. Zəhmət olmasa şərhlərdə cavablayın. Hal-hazırda Barcelona'nın heyətində Çempionlar Liqasının finalını görmüş neçə oyuncu var? Rodri xaric. Bəli, Rodri həm oyundan kənar, həm də oyunda Barcelona'ya çox böyük dəstək olacaq. Rodri Dünya Kubokunda doğrudan da gözəl oynadı. Hələ də bəziləri onun oyununu görmədilər. Açığı deyəcəm, Rodri Dünya Kubokunun ən yaxşı oyuncusu olmamalı idi. Bəli, onlardan biri idi. Rodri ona layiq idi. Amma məncə Lionel Messi və hətta Jude Bellingham belə Rodri'dən daha çox layiq idi bu titula. Amma nəysə belə oldu. Rodri'nin oyun oxuması, Rodri'nin o oyunu görməsi, o tempi idarə etməsi lazım idi Barcelona'ya. Daha çox Real Madrid'e lazım idi nəinki bizə. Amma hal-hazırda bəzi Real azarkeşləri deyir ki, Rodri kimdir? Rodri oyunçudur bəyəm. Yəni Beckham ondan daha yaxşıdır. Yəni Rodri kimdir ki? Beckham dünyanın ən yaxşı dayaq yarım müdafiəçilərindən biridir. Onu alaq. Yox, Rodri Real Madrid'e daha çox lazım idi nəinki Barcelona'ya.